Yasamaldakı yanğında ağır xəsarət alan Ləman Quliyevanın vəziyyəti açıqlanıb. Sfera AZ xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyindən Qafqazinfonun sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsin yeni klinikanın reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb. Huşu açıqdır və adekvatdır. Bununla bağlı yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir. Tənəffüs patterni hələlik tam normallaşmadığından intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir. Məlumatda qeyd edilib. Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova Ləmanın anasıdır.